بسم الله والصلاة والسلام على رسول الله وعلى آله وصحبه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم إنا نسألك علما نافعا ورزقا طيبا وعملا متقبلا. اللهم افتح علينا فتوح العارفين واجعلنا من الذين يتعلمون وينتفعون وينفعون الآخرين ولا تجعلنا من الغافلين والجاهلين آمين يا رب العالمين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu aziz Müslüman bacı ve kardeşlerim. Allah'ın izniyle bu seriyamızda da Allah'ın izni bu dersimizde de ateistlere, onların şüphelerine cevap vermekte, reddiye vermekte devam ederek Allah Azze ve Celle Kur'an-ı Kerim'de Tur suresinin 35. ayetinde böyle buyurur. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Em huliku min gayri şeyin em humul halikun. Tur suresinin 35. ayetinde, tabii ki Kur'an'da 52. suredir. Allah Azze ve Celle böyle buyurur. Em huliku min gayri şeyin. Meğer yoksa ki onlar, o müşrikler, o kafirler, Allah'ı inkar edenler, peygamberlerini inkar edenler, dini tenkit edenler, tane edenler, onlar hiçbir şeyden mi haliksiz, yani Allah olmadan hiçbir şeyden mi öz başlarına yani yaranıblar? Meğer onlar öz başta yaranıblar, haliksiz, Allahsız, yani Allah onları yaratmadan yaranıblar. Em humul halikun. Yoksa ki veyahut da onlar mı özleri özlerini yaratıblar? Yani burada aslında sual inkar sualıdır. Yani böyle bir şey baş verebilmez. Meğer onlar Allah olmadan mı yaranıblar? Allah onları yaratmadan mı yaranıblar? Öz başına mı yaranıblar? Haliksiz mi yaranıblar? Em humul halikun. Yoksa ki onlar özlerini halk ediblər. Em halakus semavati vel arda bel la yuqinun. Yine de o ayetin devamında Allah Azze ve Celle ne deyir? Em halakus semavati. Em halakus semavati vel arda bel la yuqinun. Yoksa ki göyleri yeri yaradıblar onlar. Yoksa ki göyleri ve yeri yaradıblar onlar. Bel la yuqinun. Hayır. Onlar Allah'a yürekten inanmırlar. İnanabilmirler. Allah Azze ve Celle müşrikleri mentiki seçim karşısında koyur. Bu Tur suresinin 35. ve 36. ayetinde Allah Azze ve Celle neydir? Bu ayelere esasen Allah Azze ve Celle müşrikleri, kafirleri, ümumen ve hususen ister e, Peygamber sallallahu aleyhi ve sellemin zamanında, ister bugün bizim zamanımızda, ister de kıyamet gününe kadar Allah'ı inkar eden her bir müşriki ve küfürü kafiri yani mentiki seçim karşısında koyuyor. Onları öz mentikleriyle karşı karşıya koyuyor. Ağıllarıyla karşı karşıya koyuyor. Onların ağıllarına sual verir. Ya sizi hiç kim yaratmayıp getiyen 35. ayet esasen em huliku min gayri şeyin, ya onlar öz başına yaranıblar, Allahsız, haliksiz. Bu demektir ki Allah Azze ve Celle onlara dedi ki ya sizi hiç kes yaratmayıp, bu ise gayri mümkündür, ya da özünüz yaratmışsınız. Çünkü ayetin devamında değil ki em humul halikun. Yoksa ki onlar yahut da ki onlar özlerini mi yaratıblar? Buna göre de Allah Azze ve Celle diyor ki iki şey diyor onlara. Ya siz
sizi heç kəs ümumiyyətlə yaratmayıb. Heç kəs deyilənə qəsd edilən Allahdır. Çünki Allahdan başqa yaradıcısı ola bilməz. Bu qeyri-mümkündür. Ya da ki özünüz özünüzü yaratmışsınız. Bu da qeyri-mümkündür. Ağsızlıqdır. Ya devamına diyor ki em halakus semavati vel arda bel la yuqinun. Yoksa ki onlar göyleri ve yerleri yaradıblar. Veyahut da yarattılar. Hayır. Onlar Allah'a yürekten inanmırlar. Bu da gayrimümkündür. Məxluq olan bir kəsin göyləri və yerləri yaratması əsla və əsla mümkündür və bu ağılsızlıqdır. Deməli, belə bir nəticəyə gələ bilirik ki, bütün kainatı insanlarla, heyvanlarla, cinlərlə, gördüyümüz və görmədiyimiz canlı və cansız hər şeylə birlikdə yaradan kimdir? Qüdrət. Yəni qüdrət və hikmət sahibi Allah'tır. Demək ki, əgər nə insanlar xüsusən, ümumən də nə heyvanlar, nə bu kainat, nə də yaradılmışların içində heç bir kəs və heç bir şey özlərini yaratmayıblarsa, yəni öz başına yaranmayıblarsa, ikincisi də özlərini yaratmayıblarsa və bunlardan heç biri də göyləri və yerləri də yaratmayıblarsa, deməli, bu nə deməkdir? Bu deməkdir ki, istər insan olsun, istər heyvan olsun, istər görmədiyimiz başka canlılar olsun və yaxud da bu kainatda olub da görmədiyimiz, bilmədiyimiz aləmlər olsun. Demək ki, bunların hamısını yaradan qüdrət və hikmət sahibi olan birisi var. Bir yaradıcı var. Bir halik var. Tabii ki o da Allah'tır. Başkası olabilmez. Mümkün değil. Tur suresinin 35. ve 36. ayələrindən dayanarak Allah Azze ve Celle bu ayələri nazil etməklə, tabii ki bu kimi ayətlər Kur'an-ı Kerim'de çoxdur. Sadəcə biz elə bir məqamdayıq ki, bu məqam bizə müsaade eləmir bütün ayələri zikr edək. Zamanla belki başka derslerde seriya şeklinde bunları təqdim eləmək olar. Ama biz bu barədə olan bütün ayələri və bu barədə olan bütün hədisləri zikr eləmək istəsək, onlarla yani bu bizden günlerle, aylarla, illerle vaxt alar. Ona göre Allah'ın izniyle hissə məqama göre, vaxta göre Allah'ın izniyle bir şeyler təqdim etmeye çalışıram ki ümumən insanlar, xüsusən də müsəlmanlar faydalansınlar Allah'ın izniyle. Allah Azze ve Celle Tur suresinin 35. ve 36. ayələrini nazil etməklə bütün məhlukatı özellikle de tabii ki Allah'ı inkar edenleri, bu dini inkar edenleri, peygamberleri inkar edenleri, bunlara 3 sade sualla karşı karşıya koyur. Birinci sual odur ki, yoksa onlar heç nədən yaradılıblar. Heç nədən və öz başına. Heç nədən və öz başına. Yani burada heç nədən deyiləndə, əslində burada qəsd edilən, yani onlar xaliqsiz mi yaradılıblar? Yani öz başta mı yaradılıblar? Bu qəsd edilir. Allah onları yaratmadan mı yaradılıblar? Öz başlarına. İkinci sual. Yoksa ki onlar özlerini mi yaradıblar? Bu ikinci sual. Üçüncü sual. Yoksa ki onlar göyleri ve yerleri yaradıblar. Üç sualla Allah Azze ve Celle onları karşı karşıya koyur. Cevabı da tabii ki hayırdır.
Çünkü hiç neden bir şeyin yaranması fitrete ve mentige zıttır. Bir. İkincisi, yani bir kesin özü özünü yaratması o da mümkün değil. Qəti şekilde mümkün değil. Yani hiçbir məxluqun gücü çatmaz ki özü özünü yaratsın. Ne yakından ne uzaktan böyle bir şey qətiyyən təsəvvür edilə bilməz. Üçüncüsü, göyləri ve yerləri de onlar yaratmayıblar. Herkesi ve her şeyi yaradan uca Allah'tır. Allah Azze ve Celle. Deməli, geriye yalnız bir həqiqət qalır. Bütün məxluqatı da özellikle, yani bütün məxluqatı deyəndə mən özellikle vurğuluyuram Allah'ı inkar eden müşrik ve kafirleri, zalimleri ta dünya kurulandan kıyamet gününe kadar ve ümumiyetle de tüm mahlukatı ister inkar etsinler, ister inkar etmesinler, ister inkar edebilsinler, ister inkar edebilmesinler. Ümumen ve hususen bütün mahlukatı insanıyla, heyvanıyla, her şeyiyle, canlı ve cansız görüp görmediğimiz bütün mahlukatı, göyleri ve yerleri de yaradan, yani kimdir? Ortağı ve benzeri olmayan tek Allah'tır. Vesselam. Madem ki yaradan her şey Allah'tır, madem ki yaradan her şeyi Allah'tır, o zaman ibadete layık olan da, hak olan ibadete hak ilah olarak hak eden kimdir? Uca Allah'tır. Deməli, ibadet kime məxsusdur? Hak olan ibadet, hak olan ilah Allah'a məxsusdur. Demek ki, heç kəsə Allah'a şərik qoşmaq əsla və əsla olmaz. Bu dediğim her bir məxluqun, yaradılmışın başa düşmesi gereken en sade ve en asan dilde açık bir məntiqdir. Bu cür qəbul edilməlidir. Aziz Müslümanlar, problem ondadır ki Peygamber sallallahu aleyhi ve sellemin zamanesinde olan müşrikler, Allah'a ortak koşanlar, Allah'a şerik koşanlar, bu insanların hansı ki Allah'a ortak koşurdular. Göylerin ve yerlerin yaradılması barəsində olan əqidələri, inancları zamanemizdeki müşriklerin, kafirlerin inanclarından ve əqidələrindən daha sağlamdır, daha doğrudur. Baxmayaraq ki, onlar da kafir idilər. Niye göre ben bunu deyirəm? Ne için ben bunu deyirəm? Kur'an-ı Kerim'de birçok ayelerde keçir ki Allah Azze ve Celle deyir ki, müşrikler hakkında deyir ki, ey Resulüm, eğer sen onlara soruşsan ki göyleri ve yerleri kim yaradı? Onlar diyecekler ki, onlar mütlak Allah yaradı diyecekler. Mesela Ankebut suresinin 61. ayesinde, Luqman suresinin 25. ayesinde, Zümer suresinin 38. ayesinde, Zuhruf suresinin 9. ayesinde, bu ayelerde Allah Azze ve Celle ve başka ayeler de var. Allah Azze ve Celle ne diyor müşrikler hakkında? Müşriklerin bu inancları hakkında, göylerin ve yerlerin yaratılması hakkında olan inancları hakkında ne diyor? Diyor ki Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ
الله ولئن سألتهم من خلق السماوات والأرض ليقولن الله. Eğer deyirsən onlara soruşsan ki göyləri ve yerləri kim yaradıb, ne diyecekler? لَيَقُولُنَّ Allah. Onlar mütləq Allah yaradıb deyəcəklər. Bir daha qeyd edirəm. Bir daha qeyd edirəm ki, dinləyicilər, siz dinləyicilər o zamanədəki kafirlərlə bu günümüzdəki kafirlərin inancları, göylərin və yerlərin yaradılması, Allah tərəfindən yaradılması inancında bu iki sinifin arasındaki fərqi görə biləsiniz. Onlar da kafir idi. Bunlar da bizim zamanımızdakiler de kafirdi. Lakin bizim zamanımızdakilerin küfürleri ve şirkleri daha katı, daha mürekkepti. Daha insafsızdı. Elbette ki şirk insafla vəsf edilmez hiçbir şekilde. Şirk şirkti. İster o Peygamber Sallallahu zamanəsindəki, ister de bugündeki, ben başka etibarla deyirəm daha insafsızdılar. Allah Azze ve bir daha qeyd edirəm. Allah Azze ve Celle adını qeyd etdiyim ayelerde ne deyir? وَلَئِنْ سَأَلْتَهُمْ Eğer sen onlara sual versen ve soruşsan مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضِ Göyleri ve yerleri kim yaradı? Soruşulan kimlerdi? Peygamber sallallahu aleyhi ve sellemin zamanesinde yaşayan müşrikler, kafirler. Ne diyecekler? لَيَقُولُنَّ Allah. Onlar mütlak Allah diyecekler. Yani göyleri ve yerleri yaradan kimlerdi? Şimdi göyleri ve yerleri yaradan məhz Allah'tır. Tek olan Allah. Tek olan Allah'tır. Ama biz bugünkü zamanımızı, öz zamanımıza baxırıq. Baxırıq, görürük ki, texnikadan danışırlar, elmdən danışırlar, cürbəcür felsefi terimleri dillerine getirerek ne etmeye çalışırlar? Göylerin ve yerlerin, ümumiyyətlə nəinki göylerin ve yerlerin, kainatın öz-özüne partlayıp yaranmasını subut etmeye çalışırlar ki, öz-özüne bu kainat ortaya çıxıb. Bunun bir yaradıcısı yoktur. Ona göre Peygamber sallallahu aleyhi ve sellemin zamanesinde yaşayan müşrikler, göylerin ve yerin Allah tarafından yaratıldığını kabul ettikleri için, ki Allah da bunu ezeli ve ebedi ilmiyle bilirdi. Allah Azze ve Celle ayetin devamında ne dedi? Dedi ki em halakus semavati vel arda, yoksa ki onlar göyleri ve yerleri yaradılar. Yani müşrikler, Allah'ı inkar edenler. Ama onlar akıl cevabında değiller. Onlar deyirlər ki, göyləri ve yeri Allah yaradı. Allah da bilir, onlar buna inanırlar. Lakin bu sual onların bir daha düşünmeleri için, Allah hakkında əməlli başlı düşünmeleri için Allah tarafından verilen bir sualdır Tur suresinin 36. ayesinde. Bələ yuqinun. Bələ yuqinun. Onlar Allah'a ürəkdən inanmırlar. Onlar Allah'a yürekten inanmırlar. Yürekten inanırsalar üluhiyyette de, üluhiyyet tövhidinde de, ki üluhiyyet tövhidi de kulun Allah Azze ve Celle'nin öz əməlində təkləşdirməsidir. İbadeti ancaq ve ancaq ona etməsidir, onun için etməsidir. Bunu ederler. Rububiyyətdə Allah'ı hak olan ilah kabul ettikleri kimi, uluhiyyette de Allah'a hak olan ilah kabul edip ibadetin bütün növlərini ona ederler. Ona şerik koşmazlar. Allah bunu deyir. Mesele indi nədedir əziz müsəlmanlar? Mesele ondadır ki, müşrikler Allah kabul edirdiler ve inanırdılar ki göyleri ve yerleri yaradan ancak Allah'tır. Ama bizim zamanımızdakiler bunu belə kabul etmirlər. Ona göre bunlar daha çok, daha mürekkep ve daha çok şirk əhlidirlər.
Halbuki yine de qeyd edirəm, şirk şirkdir. Heç bir şekilde fərqi yoxdur. Onlar da müşrik idilər, bunlar da müşrik idilər. Ama bizim zamanımızdakilər daha çox mürəkkəb müşriklər, daha çox mürəkkəb kafirdirlər. Daha çox bəsirətsizdirlər. Daha çox görünməsi gereken şeyləri görmürlər və yaxud da görmək istəmirlər. Müşrikler, Peygamber sallallahu aleyhi ve sellemin zamanəsindəki müşrikler hiç olmasa bu hakikati göylerin ve yerlerin Allah tərəfindən yaranmasını dilleri ile təsdiq edirdiler. Necə ki, mən az önce qeyd etdim. Ankebut suresinin 61. ayəsi, Lokman suresinin 25. ayəsi, Zumar suresinin 38. ayəsi, Zuhruf suresinin 9. ayəsi. Müşrikler bu göylerin ve yerlerin Allah tərəfindən yaratıldığını dilleri ile qəbul edirdiler, deyirdiler, etiraf edirdiler. Lakin qəlbləri ilə dərk etmirdilər. Qəlbərində bunu dərk etmirdilər. Problem bundaydı. Çünkü yəqinlik yok idi. Yəqin olsaydı onlar imana gələrdilər. Düz yola yönələrdilər, hak yola yönələrdilər. Ama bizim zamanımızdaki inkar edenler, kafirler, müşrikler ile ise neyinki yani şüphe etmek, neyinki qəlblərində yəqinliğin olmaması, dilleriyle belə itiraf etmirlər. Dilleriyle de inkar edirlər, qəlbləriyle de inkar edirlər. Var yani var qüvvəleriyle, var gücleriyle bu hakikati inkar edirlər. Ama e, ama mesele nedir? Mesele odur ki, netice odur ki, yani yaradılmış olan bir məxluqun özünü yaradanı inkar etmesi ağla sığan bir şey değil. Ağla sığan bir şey değil, doğru bir şey değil. Fitrete sığan bir şey değil. Qəti şekilde. Uca Allah yine de Gâşiye suresinin 17. ve 18. 19. ve 20. ayələrində belə buyurur. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Efela yanzuruna ilal ibli keyfe hulikat ve ila's semai keyfe rufi'at ve ilal cibali keyfe nusibat ve ilal ardı keyfe sutihat. Allahu Ekber. Allah Azze ve Celle diyor ki Gâşiye suresinin 17. ayesinde diyor ki efele yanzurune ilel ibili keyfe hulikat. Meğer diyor onlar, o müşrikler, o kafirler, ümumiyyətlə insanoğlu ve xüsusilə de Allah'ı ve dinini ve peygamberlerini inkar edenler, ister inkar etsinler, ister de etmesinler, ibret üçün her bir kez efele yanzurune ilel ibili keyfe hulikat, deveye bakmırlar mı? Məgər deyir onlar deveye bakmırlar ki görsünler, baxsınlar, görsünler deve necə yaratılmıştır. Məgər onlar görmürlər mi deve necə yaratılmıştır? Allah deyir. Ve ile semai keyfe rufiat. Məgər onlar görmürlər mi ki göy necə də ucadılmıştır, ucaldılmıştır. Ve ilel cibali keyfe nusibat. Gâşiye suresinin 19. ayetinde Allah böyle buyurur. Məgər onlar dağlara baxmırlar ki dağlar necə dikəldilmiştir. Ve ilel ardı keyfe sutihat. Yine de Allah Azze ve Celle Gâşiye suresinin 20. ayetinde buyurur ki yani onlar bakıp görmürlər mi ki yer necə Allah tərəfindən döşədilmiştir. Allahu Ekber. Yani Allah Azze ve Celle Gâşiye suresinin 17, 18, 19 ve 20. ayələrində ne demək istəyir? Deyir, ey insan oğlu,
Məgər deyir sən dəvəyə, siz mənim qullarım olaraq, mənim yaratdığım məxluqatlar olaraq, məgər deyir dəvəyə və onun necə yaradıldığına görmürsünüz? Yəni deyir, bir dəvəyə baxın, dəvənin necə yaradıldığına baxın. Məgər siz göylərə və göylərin necə ucaldığını görmürsünüz? Hə? Məgər siz dağlara və dağların necə dikəldiyini görmürsünüz? Yəni məgər deyirsən, siz dağlara baxmırsınızmı? O dağların necə yəni dikəldiyini görmürsünüzmü? Bunu dikən kimdir? Allah Azze ve Celle'dir. Məgər deyir, siz yerlərə baxmırsınızmı? Yerlerin Allah tərəfindən necə döşəldiyini görmürsünüzmü? Allah Azze ve Celle belə bir sual verir. Hem deve hakkında, hem köyler hakkında, hem dağlar hakkında, hem de yerler hakkında. Allah Azze ve Celle deyir, yani Allah Azze ve Celle deyir, etrafınıza deyir bakın. Devenin səhrada yaşamağa uygun olan quruluşuna bakın. Göyün sütunsuz deyir dayanmasına bakın ki göy düşmür yere. Aşağı düşmür. Göy bir neçə qatdan ibarətdir. Və göydə də Allah'ın yarattığı məxluqatlar var. Çox az şey bilirik, bilmədiyimiz şeylər də çoxdur. Məgər siz dağların necə dikildiği üçün sabit olmasını göre bilmirsinizmi ki dağlar da sabit olmasaydı büyük bir problemler olardı. Az önce inşallah daha sonra qeyd edeceğim inşallah bunların hamısını. Məgər siz yerin yaradılışına ve necə döşəndiyine baxmırsınızmı ki eğer yer bu tür döşenmiş olmasaydı insanoğlu olsun, heyvan olsun, hiçbir canlı məxluq bu yer üzerinde yaşayabilmezdi. Allah Azze ve Celle biz insanlara bizi düşündüren ve Allah özünü dərk etmek için gereken sualları verir. Ki biz o sualları düşünerek beynimizde başımızda olan şüpheleri cevaplandıraq ve hakkı imana gelek. Niye göre məhz dəvə, niye göre məhz göylər, niye göre məhz dağlar ve aynı zamanda yerler hamısını Allah'ın izniyle hamısını qeyd edeceğim. Lakin öncelikle qeyd etmek isterim ki dəvənin yaradılışında ince bir nizam var. Çok ince bir nizam var. Göylerin yaradılışında çok ince bir nizam var. Dağların yaradılışında çok ince bir nizam var. Yerlerin yaradılışında ve döşenmesinde, xüsusilə də yaradılıp döşenmesinde, xüsusilə də dağların yaradılıp dikilmesinde, xüsusilə də göylerin yaradılıp ve sabit olmasında, yani bizim üzerimize çökmemesinde, sabit olmasında ve dəvənin o səbrində, o səhrada o iki həyata yani səbr ederek yaşayabilmesinde hamısında ince bir məqam var. Allah Azze ve Celle deyir. İnce bir məqam var ki bu incelikler de bizi düşündürmeye mecbur edir ki düşündüğümüz təqdirdə beynimizde olan sualları cevaplandırıp beynimizdeki, kalbimizdeki şüpheleri yok edip imana hakka gelebilir Allah'ın izniyle. Aziz Müslümanlar, indi ise bu Gâşiyə suresinin 17, 18, 19 ve 20. ayələri hakkında biraz daha təfsilatlı size məlumat verim inşallah. Bilgi verim ki marifləndirmə tam olsun Allah'ın izniyle. Allah Azze ve Celle Gâşiyə suresinin 17. ayəsində buyurur ki Əfələ yənzurunə iləl ibili keyfə xuliqat.
Məgər onlar dəvəyə baxıb necə yaradıldığına fikir vermirlərmi? Çünki dəvə Allahın qüdrətinin ən əzəmətli ayələrindəndir. Ərəblər gecə-gündüz onunla yaşayırdılar. Ona görə də onlar üçün ən yaxın və ən, aid misal idi. Onlara aid olan ən münasib misal idi. Niyə məhz dəvə? Birincisi ona görə ki, dəvə səhranın gəmisi sayılır, hesab edilir. Yəni səhra da bildiyiniz kimi çox sərt bir mühitdir. Yəni gündüzlər səhrada dözülməz isti olur. Gecələr yəni ola bilir ki, insanın yəni qanını donduran, sümüklərini donduran soyuq olur, şaxta olur. Məsələn, eyni zamanda səhrada su və yemək qıtlığı olur. Qumlar, yəni insan olsun, heyvan olsun səhrada səhra qumluq olduğuna görə hərəkət etmək çox çətin olur, yəni səhrada. Bu insan üçün də keçərlidir, bu heyvan üçün də keçərlidir. Qumlara görə hərəkət etmək çox çətin olur, yəni. Lakin baxmayaraq o səhranın bu sərt şəraitinə baxmayaraq, dəvə yəni bütün bunlara dözə bilən bütün bu çətinliklərin öhdəsindən gələ bilən güclü bir heyvan kimi yaradılıb. Sanki Allah Azze ve Celle bizə deyir ki, baxın, sizin mühitinizə ən uyğun olanı necə sizə ram etdim? Allahu Ekber. Baxın deyir, sizin mühitinizə çətin, çox çətin bir mühitə ən uyğun olan heyvanı yarattım və baxın görün mən onu yaradım, necə sizə ram etdim. Sizin öhdənizə verdim, sizə tabi etdim. Sizin xidmətinizə verdim. İkincisi ona görə ki, yəni dəvənin yaradılışında məsəl üçün başqa nə, məsələn, möcüzələr var, başqa nə faktlar var, bizim ağlımızı heyran qoyan şeylər var. Məsələn, dəvənin hörgücü, o beli hörgücü. Yəni dəvənin o hörgücü, ona hörgüc deyirlər, nəhəng yağ anbarıdır. Ac qaldıqda bədən yəni onu enerjiyə və suya çevirir. Həmin o hörgücün içində olanı, o hörgücün içində olan o yağı. Yəni dəvə həmən bu hörgücünün içində daxilində 35 kiloqramdan 100 kiloqrama qədər yağ saxlaya bilir. Yəni subhanallah 35 kiloqramdan 100 kiloqrama qədər orada yağ saxlaya bilir. Aç qaldıqda, yəni dediyim kimi bədən onu enerjiyə çevirə bilir. Bu onun qidasıdır. Günlərlə dəvəyə günlərlə kifayət edəcək qidadır, sudur, enerjidir. Məgər bunun dəvənin bu cür incə bu cür yaradılması, insanı heyran edəcək şəkildə yaradılması insanı düşündürə bilmir ki, ey insanoğlu, dəvə öz başına bu cür yaradıla bilməz. Deməli, dəvənin mütləq yaradan birisi var, o da Allahdır. Niyə görə bu məhz dəvədə belədir? Niyə görə səhrada yaşayan bu nəhəng heyvanda bu cür incəlik var, başqa heyvanlarda bu yoxdur. Başqa heyvanlarda tamam başqa incəlik var. Məhz dəvə səhra heyvanı, səhra gəmisi olduğu üçün Allah Azze ve Celle onu səhraya uyğun yaradır. Bunu kim edə bilər? Bunu kim düşünə bilər? Təbii ki, Allah'tan başqa heç kəs. Dəvənin gözü başqa bir möcüzədir. Allah'ın varlığını sübut eden, var olmasını sübut eden, tek Allah'ını sübut eden başka bir delildir, başka bir sübuttur, başka bir faktır, başka bir möcüzədir. 3 göz qapağı var dəvədə. Sıx
ve uzun kirpikleri var devenin. O, e, yani ne için? Kumdan, tufandan qorunmaq üçün. Çünki axı dəvə düdük səhranın gəmisidir. Burnunu da istədiyi vaxt bağlayıb aça bilir. Yani düşünün, üç göz kapağı, sıx ve uzun kirpikler, bunlar elə belə yaradılmayıb. Bu şekilde bu cür ince yaradılış dəvə hakkında bunu Allah'tan başka heç kəs eləyə bilməz. Sual da verildikdə ne için üç göz kapağı, ne için sıx ve uzun kirpikler? Kumdan ve tufandan korunabilmek için. Ne için bu burnunu istediği vaxt bağlayıp istediği vaxt açabilir? Yine de kumdan ve tufandan ve başka şeylerden korumak için. Çünkü o səhrada yaşayan heyvandır. O bir şekilde səhrada olan əzabdan, əziyyətdən, çətinliklərdən, problemlərdən qorunmalıdır. Çünkü onun hayatı səhradadır. Ayağı, devenin ayağı da başka bir delildi, başka bir sübuttu. Yani o devenin geniş sünger kimi böyle pençesi var ki kuma batmır. Eğer ayağını tikanın üzerine koysa, taşın üzerine koysa, yani eziyet verebilecek bir taşın üzerine koysa, tikanın üzerine koysa, yani hiçbir şekilde zarar çekmeden yoluna devam edebilir. Allahu Ekber. Meğer bunlar insanın Allah var yaxud da yoxdur düşünebilmesi için onu düşündüren meqamlar ince meqamlar değil. Devenin mədəsi 4 şöbədən ibarətdir. Tikanı, quru otu, hətta sümükləri belə həzm edir devenin mədəsi. Suyu çox, yani yüksek səmərəliklə yani bərpa edebilir. Allahu Akbar. Deve. Temperatur meselesine geldikdə temperatur. Devenin bedeni 40 derece temperatur yani fərqinə dözə bilir. 40 derece temperatura dözebilir. Yani istiliyi gündüz saxlayır, gecə bırakır. Allahu Ekber. Susuzluk meselesine geldikdə dəvə məsəl üçün günlərlə yani mesela diğer 10 gün belə susuz kalsa, 10 gün belə susuz kalsa, sonradan bir dəfə 200 litre su içebilir mesela. Yani bunlar hamısı bir insanı, Allah'ı inkar eden insanı, Allah var yaxud da yoxdur, bu din hak dindir yoksa hak din değil, bu Kur'an Allah'ın kitabıdır yoksa Allah'ın kitabı değil. Bütün bunlara cevap vermek için devenin bu yaratılışı onu düşünmek için kifayet etmeyir. Bu ne demekti? Bu ne demekti? Bu demektir ki Allah Azze ve Celle biz insanlara hitap ederek deyir ki ey insan oğlu, ben sadece sana uzakta olan göylere bak demirəm. Aynı zamanda özünüze yakın olan, hatta karşınızda olan, size çok yakın olan bir deveye bakın deyirəm. Onun her bir üzvü, devenin her bir üzvü yani ince bir hikmetle, ince bir nizamla yaratılıp Allah Teala deyir. Göz deyir, Allah Teala deyir. Devenin hörgüsü olmasaydı deyir, acından ölerdi. Gözü olmasaydı kumdan kör olardı. O pençesi olmasaydı devenin kuma batardı, eziyet çekerdi. Tikandan eziyet çekerdi, taştan eziyet çekerdi. Devam edebilmezdi, gezebilmezdi. Bütün bunlar Allah'ın yani yaratılışında olan o inceliklerdir ki yarattığı o məhluqatda olan inceliklerdir ki hemen o incelikleri, yaratılışta olan incelikleri Allah'tan başka hiç kes edebilmez.
Ve bu inceliklerde heyvanın bu cür inceliklerle yaratılması, devenin bu cür inceliklerle yaratılması neye delildi? Onu yaradanın, yaradan bir ilahı kuvvenin var olmasına delildir ki o da Allah'tır. Yani tesadüfen belə bir varlık, tesadüfen belə bir varlık deve. Deve adında bir heyvan öz mühitine bu kadar mükemmel şekilde yaratılabilmez öz başına. Tesadüf denen şey yoktur dinimizde. Allahsız böyle bir heyvanın mükemmel bir şekilde bu cür heyvanın bu cür yaratılması mümkün değil. Deve özü de özünde bu cür yaratabilmez. Neyinki deve hiç kes. Deve bizim bize çok yakın olan, bizim hayatımızda olan, bize yani karşımızda olan, bizim yani etrafımızda olan e, en büyük mahlukatlardan, yaratılmışlardan biridir ki onun o ince yaratılışı da bize neyi ifade edir, neyi gösterir, neyi bildirir? Hemen o mahlukatın yani hemen o yaratılmış o hayvanın e, büyük bir ilahi kuvvet tarafından yaratılmasına delalet edir, ifade edir, bildirir ki o da Allah'tır.